Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bismillahirrahmanirrahim. Əzizlərim, bilmək və agah olmaq lazımdır ki, cənnət səbirlə əldə edilir. Səbirsiz cənnətə nail olmaq mümkün deyil. Yəni, belə deyək də, cənnətin açarları var. Onlardan biri kelime-i tevhid, kelime-i şehadetin birisi onu. Həmçinin həmin əşkarlardan da biri, yəni həmin labud olan şeylərdən də biri ki, illa ki olmalı və onsuz cənnətə nail olmaq mümkün deyil. O da nədir? As-sabru. As-sabru, səbirdir. Səbir də üç qisimdir, qardaşlar. As-sabru anil maasi. Günahlara düşməməkdən ötürü, etməməkdən ötürü səbirli olmaq. Səbir nə deməkdir? Özünü həbs eləmək, öz əleyhinə gəlmək, sıxmaq. Və sabru alə taat. İkinci qisim, taatin üzərində səbirli olmaq. Üçüncü qisim, as-sabru fi mulummatil aqdar. Yəni, acı qədərə qarşı səbirli olmaq. Demək ki, alimlər nə deyir? Səbirsiz cənnətə daxil olmaq, ya da ki, səbirsiz cənnətə nail olmaq demək olar ki, mümkün deyil. Mütləq səbir olmalıdır. Və çəkilən bu üç qisimdə bu məsələləri gələcək. Görəcəksiniz ki, səbrin necə həqiqətən böyük burada yeri var. İnnəmə yuvfas sabirun əcrahum biğayri hisab. Şübhəsiz ki, səbr edənlərin mükafatı hədsiz veriləcəkdir. Əz-Zümər surəsi. Selamun aleykum bimə sabartum fə ni'mə uqbəddar. Digər surədə mələklər onları qapılarda qarşılayıb salamlayacaq. Selamun aleykum deyəcək. Salam olsun üzərinizə. Səbr etdiyinizə görə cənnətə girirsiniz. Qeyd edir orada, fikir versən. Selamun aleykum bimə sabartum fə ni'mə uqbəddar. Bu nə gözəl bir diyardır sizin. Əldə etdiyiniz, nail olduğunuz, bu gün daxil olduğunuz diyar nə gözəl diyardır. Cənnətü adnin yədxulunəhə və mən saləhə min əbəihim və əzvacihim və zürriyyətihim vəl mələikətü yədxulun aleyhim min kulli bəb. Yalnız iman edib salih olanlardan ataları da, zövcələri də, övladları da, amma qeyd elədi, mütləq iman əhli və salih olanlardan. Fikir ediniz, ataları, zövcələri, zürriyyəti daxil olacaq, mələklər də qapılardan. Vəl mələikətü yədxulun aleyhim min kulli bəb. Mələklər də bütün qapılardan onlara, daxil olanlara deyəcək ki, Selamun aleykum bimə sabartum. Səbr etdiyinizə görə xoş gəldiniz. Selamun aleykum bimə sabartum fə ni'mə uqbəddar. Sizin əldə etdiyiniz bu qazanç, bu böyük qurtuluş və bu diyar nə gözəl diyardır. Doğrudan da nə gözəl diyardır. وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا. Əl-İnsan surəsi. Çoxunuz əzbər bilirsiniz. Onların səbr etdiyinə görə, səbrin qarşılığında verilən mükafat olaraq cənnət və ipək atlaslar və paltarlar gözləyir onlara. وَجَزَاهُمْ بِمَا صَبَرُوا. Səbr etdiyinizə görə, səbrin mükafatı olaraq, səbrin qarşılığı olaraq. An-nusus, yəni sitat, dəlillər. Minəl kitabi və sünnə, hər iki məslərdə, Qur'anda və sünnədə istiqra yolu ilə alimlər hamısına baxandan sonra, nəzər salandan sonra görürlər ki, cənnəti səbirsiz əldə etmək demək olar ki, mümkün deyil. Bunu da üç qismə böldülər. Baxın, qardaşlar, mənim nəfsim çox şey istəyir. Düzdürmü?
Nefsini hepsileyeceksin. Sen nefsine tabi olsan, nefs seni elə yerlər aparar ki, bir de aylarsan ki, helak olmuşlar sırasındasın. Ne çok da etrafımızda helak olan insanlar, meğer onları görmürsünüz. Kimse içkinin kuludur. Elə bir alüdedir ki, artık Subhanallah şeref ve layakatini tamamıyla yitirmiştir. Bədbəxt ailesini yitirmiştir. Hayat yoldaşını, uşaqları ondan üz döndərmişdi. Nəsil necabəti onu qəbul eləmir. Evdən qovulmuş, qapıdan qovulmuşdu. Amma içkiden el çəkə bilmir. Alüdədir. İçkinin quludur, nefsinin quludur. Elə bir hala düşüb ki, harda gecəliyir, yağışın altında, avtobus dayanacağında. Harda gecəliyir, ola bilsin ki, suyun içində, palcığın içində. Bir səkinin qırağında. Az şahid olmuşsunuz. Amma bilir ki helak olub. Bilir ki onu helak eləməz budur, amma qopa bilmir. O qədər nəfsini sərbəst buraxıb ki, ona həbs qoymayıb vaxtında onu tərbiyə eləməyib, nəfsi onu apardıqca aparıb, məhv edib. Və buna misal çək günahın bütün növləri. Şəhvət günahları bundan da betər insanı necə rəzil günə qoyarmış. İnsanı hansı hallara salarmış. İnsanın hər şeyini əlinə alarmış. Nə qurur saxlayar, nə kişilik, nə ləyaqət, nə şərəf, nə hünər, nə qurur, nə şəxsiyyətlik, nə insaniyyət, bütün hamısını alır. Ona görə nəfsə məhdudiyyətlər qoymaq lazımdır. Nəfsi tərbiyə eləmək lazımdır. Bir dəfə Süfyan-ı Thəvrinin yanına daxil oldum. Tabinlərdən biri, ya da ətba tabinlərdən biri. Süfyan-ı Thəvri bilirsiniz ki, həm alim, el-imam fil-hadith, həm də ki zahid, el-abid, abbad, yəni gecələri təhəccüddə keçirən, təhəccüddə gecəliyən, gündüzləri az qalıb hər gün oruç tutan belə bir abid, alim, el-amil. Gördüm ki, onun evində halva var. Çox ləziz, nəfis bir halva var. Dedim ya imam bu halva burada ne yenir? Deyir nəfsimin mükafatı olarak koymuşam. Nəfsim ki mənə tabi oldu. Onu özümə ram elədim. Geceləri qalxdı, gündüzləri oruç tutdu. Onu elə günə koydum. Teşekkür əlaməti olarak. Dedim ki sen mənə tabi olduğuna göre bu da senin halvan. Hərdən səni mükafatlandıracağım. Görün necə tərbiyə işləri gelir. Allahu Akbar. Nəfis biz nəyə bənzir qardaşlar? Yani cilovu elimizden kopmuş vəhşi, hərəmdə alışmamış bir yani at balasına benzəyir. Ata benzəyir. Vəhşi ata. O bizi minib çapacaq. Ayaqların altında tapdalayacaq. O bizi məhv edəcək. Biz onu idarə edə bilmirik. Bu kimdir? Bu hansının məsələdir? Yəni nəfsinə tabi olmuş məsələdir. Nəfsi onun nə istədiyini elə bilir. Nefsini özüne ram etmiş, onu terbiye eləmiş, onu həbs etmiş, səbir mədrəsəsində, səbirdə onu öğretmiş insansa, tamamilə əhlilənmiş atı minən bir rakib kimidir, bir faris kimidir. At onun sözünə necə qulaq asır? Ya hərini sağından dartanda sağa gedir, solundan sola gedir, elə deyil mi? Möhkəm dartanda düz gedir. Yani arka tarafından yani hafifçe vuranda sürətini artırır. Saxla deyəndə saxlayır. Düzdür mü? Necə oynan yani nəfis bax belə olmalıdır. Nəfis. Nəfsə yəni güclü muraqibə eləmək lazımdır. İstər yeməyində, istər içməyində, bütün hər şeyində. Əks halda nəfs bizi məhv edə bilər. Deməli səbrin birinci qismi nə idi? Biz səbr eləyəcəyik, nəfsimizə cavab verməyəcəyik. Onun hər bir istəyini verməyəcək onu. Mübahlar çoxdur, halallar çoxdur. Onlardan da az verəcəksən. Çünki həddini bilmir. Həddini aşa bilər, çaşa bilər, səni azdıra bilər, səni apara bilər. Hər şeydən asta-asta. Hər şeydən asta-asta. Və səbrin hər istəyini ona verməyəcəksən. Səbr eləyəcəksən ta ki evlənənə kimi.
ve fercin halal ferc görecektir. Haramına göre sabır edeceksin. Ve bu senin karşılığında cennet hurileri ve cennet zövceleri mükafatındır. Şarap istəyirsən nəfsin, çox şey istəyir. Sənin nəfsin oda tab gətirən deyil. Nə də dözən deyil. Nə də razı deyil. Sənin nəfsin orada otura bilməyəcək. Elə oturan elə odur. Sən və də sənin nəfsin. Elə isə o çox şey istəyir. Ona qulaq asma. Və sən səbr etdin və haram olan şərabları dilinə almadın. Nəticədə səni elə qədəhlər gözləyir, elə badələr gözləyir ki, onlar o qədər gözəl və ləzizdir, meyxoş etmir, ürək bulandırmır, üzr istəyirəm, qusma boğma etmir, halı pisləşdirmir, tamam mı? Və onları içdikdə içirsən, özdə, subhanallah, necə burada nəfs istəyirdi ki, limitsiz olsun, orada doğrudan limitsizdir, çay şəklində axır. Və orada qarın heç bir zaman dolmur. Yedin içdiklərin həmən yoxa çıxır. Çünki bu limitsiz olduğuna kimi, bu tam var. İnsan sağ olduqca, sağlam olduqca bu iştir axı. Və xəstələnmədikcə işləyir. Bizdə burada hissiyatlar var, güclü hissiyatlar var. Damaqda, dişdə, dildə. Yəni, bütün bu ləziz, nəfis yeməklərin tamını dadır. Əslində bizi yoran budur. Biz biləndə ki, onsuz da bu fasiləsiz işləyir, boyaq olduqca, sağlam olduqca. Və qarın məhdud bir həddədir, onsuz da ondan sonra partlayacaq. Eləsi buna məhdudiyyət verdi. 2 qaşıq Allah bəsir, Allah bərəkət versin. Onsuz da bu fasiləsiz işdir. Bu nə qədər versə, bu onsuz da daddan usanmayacaq heç bir zaman, yorulmayacaq. Qarınsa elə bir həddə çatır ki, hətta üzr istəyirəm, dünyanın ən ləziz yedikləri artıq burundan tökülür. Bu qədər özünü o həddə gətirməyin. Düzdürmü? Yəni, onsuz da bir neçə qaşıq, bir neçə loxma. Düzdürmü? Siz baxın, Allah Nəbisi sallallahu aleyhi ve sellem necə mükəmməl bir məktəb buraxıb gedib. Deyir ki, Adəm övladının onurğasının ayağa qalxmasından ötürü, yəni özünün taqətə, ələ gəlməsi, ayağa qalxmasından ötürü bir neçə loxma ona bəs edir. Hətta bir loxma ona bəs edir. Əgər illah ki, yəni doymazsa, o zaman 1/3. Yeməyinə, suyuna və bir hissəsi də hava üçün buraxsın. Əgər doğrudan doymazsa. Səbir eləyəcəyik, günahlara düşməməkdən ötürü özümüzü həbs eləyəcəyik. Bir çox haramları özümüzə qadağan edəcəyik. Göz baxmaq istəyir. Qardaşlar, siz gözü əslində dəyərləndirmirsiniz. Göz hər şey deməkdir. Göz halala baxarsa, qəlbi nurlandırar. Bəsirət, iti və uzaq görən olar və insana hikmət verirlər. Göz harama baxarsa, qəlbi bulandırar, xəstələndirər, ruhu xəstələndirər, qəlb eşq, ənval, yəni müxtəlif növ eşq xəstəliklərinə düşər. Subhanallah. Və göz harama baxdıqca qəlb zəhərlənər. Necə hədis şərifdə və şeytan zəhərli oxları ora həmən atar. Və siz görərsiniz ki, hətta tövbə eləyəndən sonra, Allaha qayıdandan sonra, ağlayıb sızlayandan sonra, düz yol götürəndən sonra o zəhərin dadı hələm də onun qəlbindədir. O ki, harama baxmışdı hardasa, hələm də onun gözündə insanlar o baxdığı haram müqayisəsindədir. Çünki qəlbdəki o zəhər öz sözünü deyir, hələm də qalıb o zəhər. Qəlb zəhərlənib. Və gözlərini qorumadığına görə qəlbi zəhərlənər. Qəlbi zəhərlənər və hər şeyə pis gözlə baxar. Allah Subhanahu taala buyurur ki: "Qul lil mu'minina yaghuddu min absarihim və yahfazu furucahum. Zalika azka lahum." Mömin kişilərə deyir ki, gözlərini yerə tiksinlər, harama baxmaqdan qorusunlar, harama baxmasınlar, qaldırmasınlar harama baxmaq üçün. Bu onlar üçün daha pak, daha təmizdir, cinsel orqanlarını qorumaqdan ötürü. Beləcə Allah sizin etdiklərinizdən xəbərdardır və sonra deyir ki, "Qul lil mu'minati yaghdudna min absarihinna." Və sonra mömin qadınlara deyilən eyni şey. Göz baxırsa qəlb xəstələnir, nəfs
istəyir və artıq ondan sonra onun qabağını saxlaya bilməzsən sən. Yəni bunlar mütəsəlsil olaraq bir-birinə bağlıdır. Gözünü qorudun, hədis şərifdə kim harama baxmaqdan Allah üçün imtina eləyərsə, yəni harama baxmalıdır, haram önündədir. Qəsdən ona baxmazsa, üzünü çövrərsə, çıxıb gedərsə, mükafat olaraq Allah Teala həmin an, həmin yerdə ona iman hədiyyə verir. Yəni sən bu günləri gözünü həbs edirsən, harama baxmaqdan, qəsdən mən edirsən, əvəzdə iman hədiyyəsini görürsən. Vallahi həmin günün namazları görəcəksən ki, həyatımda mən belə namazdan dad almamışam, belə tam almamışam. Həmin günün orucu da başqadır, namazı da başqadır, tilavətül Quran da başqadır, duası da başqadır. Ömər ibn Xattab radiyallahu anh buyurur ki, mən hansı duamın müstəcəb olmağını bilirəm. Sahabələr təəccüblənir. Onlardan çıxmayan bu söz. Sən necə bilərsən? Hansı dua müstəcəbdir? Deyirlər, ya əmir müminin, sən bunu necə bilə bilərsən? Deyir, elə ki, dua zamanı qəlbim yumşaldı. İçi xuşu ilə doldu. Vəl-xaşyə, Allah qorxusuyla. Və gözlərim yaşardı, doldu. Və bədənim titrədi. Və dua zamanı ilha, yəni aram kəsilmədən, titrəyərəkdən, davamlı şəkildə yalvarmaya başladı. Bildim ki, həmin dua müstəcəb dualardandır. Həmin Ömər ibn Xattabın digər gözəl sözdə deyir ki, Allah Teala ləhi qəlbdən olan duanı qəbul etməz. Ləhi qəlb nədir? Yəni qəlb başqa yerdədir, dil başqa yerdədir. Ortada dua gedir. Yəni dua eləyəndə qəlblə dil müxtəlif yerlərdədir. Bu dua sayılmır. Ləhi qəlbdəndir. Yəni elə belə. Allah xoşbəxt eləsin. Başı ətən olsun. Amma dil başqa yerdə, qəlb başqa yerdə. Bu cürə dualar müstəcəb deyil, qəbul deyil. İnsan özünü həbs edəcəkdir. Harama düşməməkdən ötürü, günaha düşməməkdən ötürü. Səbr edəcək, gözünü qoruyacaq, subhanallah, bəsirəti nurlanacaq, uzaq görən olacaq, dilinə hikmət töküləcək, dilindən hikmət töküləcək. Subhanallah. Həyatı gözəlləşəcək. Həm Allah qatında əziz, həm xəlqin yanında şərif və hörmətli olacaqdır. Və beləcə bütün günahlar. Bütün növ günahlar, onları düşməkdən birdən yaxşı büdrədi, oldu, düşdü o günahlara. Mömin həmən neyniyir? Allaha qayıdır. Yaxşı olar ki, dəstəmaz alıb 2 rəkət namaz qılıb istiğfar etsin. Və həqiqətən etdiyi əməldən utandısa, peşman oldusa, ağlayacaqdır. Rəbbinin hüzurunda hizlayacaqdır. Əllərini qaldıracaq, dua eləyəcək, ağlayacaqdır. Və inşallah, necə Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, mömin bir günah eləyəndə onun qəlbinə bir qara nöqtə vurular. Sonra qalxıb tövbə edərsə, Allaha dönərsə, həmin nöqtə təzdən silinər. Sonra günah eləyər, təzdən qəlbinə bir qara nöqtə vurular. Sonra o günahdan o tövbə eləməzsə, o qara nöqtənin yanına digər nöqtə gələr. Hər dəfə günah etdikcə, tövbə etmədikcə o nöqtələr çoxalar, ta ki, qəlb qapqara bir boş qaba dönənə kimi. Özdə hansı boşqab? Qədimdə ərəblərin çaxır düzəltdiyi bir boşqab var idi. Qırla onu qırlayırdılar. Özü balqabaqdan olurdu. Üstünü qırlayırdılar və qapağını kip edirdilər. Onun içərisinə üzüm suyu tökürdülər. Sonra günəşin altına və kölgədə saxlayanda olurdu əl-xamra, çaxır. Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, və beləcə onun qəlbi əl-kuzə, həmin o qaba, boş qaba dönər. Yəni qapqara olar, zil qaranlıq. La ya'rifu ma'rufan və la yunkiru munkaran. Elə bir hala gələr ki, halal da hiss eləmir, haramı da. Yaxşı nədir, pis nədir bilmir. Pak nədir, mırdar nədir bilmir, hiss eləmir. Kafirlərdə görürsün necədir? Kafirlərə sual versin ki, filan şey necə baxsan, problem yoxdur, əladır, normaldır, onu öz seçimdir, özü bilər, nə var burada? Artıq heç nə hiss eləmir, subhanallah, haram nədir, halal nədir, eyib nədir?